Bəzi insanlardan soruşuram, necəsən, keyfin al necədir, iş-güc necə gedir? Belə də işdə, iş, nə bilim, belə də. Yəni başlayır gülə-güzar eləməyə, başlayır şikayət eləməyə, nə bilim, işə getmək istəmirəm. Niyə şikayət eləyirsən? Niyə gileylənirsən? Sənin kimi bəlkə də Azərbaycanda milyonlarla olmaq istəyən insan var ki, onların hal-hazırda işləri yoxdur, işi gücü yoxdur. Məsəl üçün, digər həmin insan ki, kaş mən işə gedəydim, kaş mən pul qazanaydım. İnsanların əksəriyyəti gözünün qədrini bilmir, qulağının qədrini bilmir, bədənin qədrini bilmir, əlin, qolun qədrini bilmir, nəfəsin qədrini bilmir. Niyə gilə-güzar eləyirsiniz? Qardaş, sən işləyirsən, Allah həmd sənə elə. Şükür elə vallah ki, Allah sənə bu işi yetirib. Heç vaxt gilə-güzar eləmə. Bir yadda saxlayın ki, əgər bir insan bir şey qədri bilmirsə, Allah onun neməti onun əlindən alar. Mən bildiniz nə demək istəyirəm? Özünüzə yaxşı baxın.